2 yumurta sarısı da, bir kök, şüyüt, biraz da burak törpeden geçirilmiş burakı salatı bəzəmək için ayırmışım. Qabı duru yağla yağlayırıq ki salatı götürəndə rahat çıxsın. İlk önce kartofu əlavə edirik. Sonra tuz, istiyot əlavə edirik. Sonra mayonezi əlavə edirik. Salata silotka vurulur, amma mən toyuq ətindən, toyuğun döş ətindən. Sonra göy soğanın ağ və yaşıl hissəsi və yumurtanı əlavə edirik. Tuz, istiyotu vurduq və mayonezi yenidən əlavə edirik. Sonra kökü əlavə edirik. Sonra çulunduru əlavə edirik. Hər tərəfi eyni qaydada yayırıq. Sonda mayonez əlavə edirik. Salatımız hazırdır və zövqümüzə görə bəzəyirik. Çox dadlı salatdır. Ölçüləri isə mən paylaşacağım. Belə gözəl paylaşımların davamı üçün kanalıma abunə olmağı, videomu bəyənməyi, sevdiklərinizlə bölüşməyi unutmayın dəyərli izləyicilər.